Səhər-səhər bir görüntü ilə qarşılaşdım. Təbii ki, ürək açan bir görüntü deyil. Təsəvvür eləyin, bina yanır. Deyirəm, illər öncə binanı tikəndə də 100-150 metr uzunluğunu tikərdilər, 20 metr enini tikərdilər. Bina normal qaydada insanlara təhvil verilir və yaşayış da normal gedir. İndi binanın hündürlüyünü 100-150 metr edirlər, enini 20 metr edirlər. Nəticədə nə yaranır? Təbii ki, çətin vəziyyət olanda, hər hansı bir təhlükə olanda, bir yanğın olanda, insanlar da çətin vəziyyətdə qalır. O yanğını söndürən aidiyyatı qurumlar da təsəvvür eləyin, hər kəs çıxılmaz vəziyyətdə qalır ki, bu binanı necə söndürsünlər. Amma binanı tikən şəxs kənardan durub, təbii ki, öz işi ilə məşğul. Düşünürəm ki, bu binaların da tikilməsinə nəzarət olsa daha yaxşı olar. İnsanlar da bu əziyyəti çəkməz. Və hər hansı bir hadisə baş verəndə də binanın söndürülməsi, təhlükənin aradan qaldırılması asan olur. Bunu da nəzərə alsalar